Əlbəttə. Bax, bu mövzunu biraz geniş və təsirli şəkildə belə yaza bilərik. Ayın 8, 12 və 16-sı doğulanlar adi insanlar deyil. Onlar dünyaya gələndə sanki görünməz bir işıq onlarla birlikdə doğulur. Bu işıq qoruyucu mələyin enerjisidir. Onların həyat yolu bəzən sınaqlarla dolu olur. Amma maraqlısı budur ki, hər çətinlikdən daha da güclənərək çıxırlar. Bu insanlar çox vaxt hiss edirlər ki, nəsə və ya kimsə onları qoruyur. Bəzən qəfil təhlükələrdən uzaq qalırlar. Bəzən də həyat onları elə bir istiqamətə yönləndirir ki, son anda böyük bir fəlakətdən xilas olurlar. Bu qoruyucu mələyin müdaxiləsidir. Onların taleyində sınanmaq var, amma yıxılmaq yoxdur. Çünki taleyin sınaqları belə onları qorxutmur. Çünki mələkləri onların ruhunun gücünü tanıyır. Bu insanlar daxildən çox səssiz, amma çox güclü enerjiyə sahibdirlər. Ruhən sarsılmaz, inanc baxımından möhkəmdirlər. Əgər sən də bu tarixlərdə doğulmusan, bilin ki, hər addımında səni müşayiət edən bir nur var. Dua etdikcə, niyyətin təmiz olduqca, o mələk sənə daha yaxınlaşır. Sənin qoruyucu mələyin səssiz, amma yenilməz bir qalxandır. İstəyirsən, bu mətnin